Nümunədə bərpa olunmalı hansı duruq işarələri eyni olsa da, eyni məqsədə xidmət etmir. Məşhur filosoflardan biri hissəsi müəllifin sözləridir. Qoşa nöqtə qoyulubdur və vasitəsiz nitq başlayarkən dırnaq açırıq. Həqiqət varsa, vergül, azadıq, yoxdursa, köləyik demişdir. Demək, köləyik dırnağı bağlayırıq, çünki vasitəsiz nitq bitdi. Demişdir müəllifin sözləridir. Demişdirdən də əvvəl vergül və tire işarəsi qoyulub. Tire qoyulubdur, biz vergülü qoyuruq. Demək, burada eyni duruq işarələri 1-dən 4. 1-dən 4, amma eyni məqsədə xidmət eləyir. Bizə eyni məqsədə xidmət etməyən lazımdır. 1-dən 4 duruq işarəsi dırnaqdır və vasitəsiz nitqdən bağlıdır. Ona görə 1-4 olan cavabı çıxaq. Sonra 2-dən 3 eyni məqsədə xidmət eləyir, mürəkkəb cümlə olduğuna görə. Məsələn, 2-dən 5 eyni məqsədə xidmət eləmir. Niyə? 2-də mürəkkəb cümləyə görə qoyulubdur vergül işarəsi. 5-də isə demək, müəllifin nitqinə görə qoyulubdur. Həmçinin 3-dən 5-də. 3-də mürəkkəb cümləyə görə, 5-də isə müəllifin nitqinə görə qoyulubdur. Ona görə də cavabımız olmalıdır. B variantı 2, 5, 3, 5.